Bəli, dünya sürətlə dəyişir və bu dəyişikliklər bizi ola bilsin ki, bugünkü aktual olan mövzu sabahda bizdə aktual olmur. Amma bu əksinə mən deyərdim ki, proqnozlaşdırmanı daha da zərur edir. Hər hansısa bir şirkət əgər uğur qazanıbsa, bu sadəcə ona görə deyil ki, bu şirkət ya bəxti gətirib, ya nəsə uzun müddətli bir strategiya qurulub, uzun müddətli bir plan qurulub və bu planın əsasında uğur da gəlib, bir brend də məşhurlaşıb. Ümumiyyətlə, hər bir iş plandan başlayır. Plan bizim istiqamətimizdir. Proqnozlaşdırma deyəndə hər bir kəs 100% dəqiqlik istəyir, amma 100% dəqiqlik olmur. Biz buna elə ona görə proqnoz deyirik. Proqnozlaşdırma sadəcə bir planlaşdırmada olan bir prosesin yaradılması üçün bir alətdir və alətdən düzgün istifadə etmək lazımdır. İlk növbədə şirkətlərdə planlaşdırma mədəniyyəti yaradılmalıdır, düşünürəm. Və planlaşdırma mədəniyyəti qurulduqdan sonra prosesləri idarə etməkdə daha rahat olacaq.